biz öz həqiqətimizi və öz iç səsimizi, intuisiyamızı eşidək və öz intuisiyanla, iç səsindən kontakt qura bilmək, onu hiss edə bilmək çox-çox önəmlidir. Yəni nə qədər belə deyək də, öz tərəflərini, zəif və güclü tərəflərini, kölgə və o belə deyək də, işıqlıq tərəflərini nə qədər görə bilirsən və nə qədər bunları duya, eşidə bilirsən, özünlə kontaktın, özündən ünsiyyətin, özünlə münasibətin nə yerdədir, necədir? Bunlar o qədər çox önəmli və vacib məsələlərdir ki, çünki insanın xoşbəxtliyi düşünürəm ki, əvvəla özünü qəbul etməsindən gəlir və insan özünü nə qədər qəbul edə bilirsə, o həmin o zəif, gücü çatmayan yerləri də, tərəfləri də görüb qucaqlaya bilirsə, qəbul edə bilirsə, onda həm kamilləşir, böyüyür, eyni zamanda yəni o huzur nöqtəsini, bəlkə də özünün bir nöqtəyə deyək də, əsl mənliyini kəşf edə bilir, görə bilir. Bunlar çox önəmlidir. Yəni belə deyək də, hər birimiz müəyyən bir yerə qədər özümüzü aldada bilərik, kimlərəsə uyğun, kiminsə standartlarına, qaydalarına uyğun yaşaya bilərik. Bu özünü aldatmadır, xoşbəxtlik deyil heç bir halda. Özümüzü aldada bilərik. Amma bu bir yerə qədər ola bir şeydir. Və burada bilirsən nə var? Özünə xəyanət. Niyə özünə xəyanət edirsən axı? Özünə xəyanətin bədəli də çox ağırdır. Çünki ətrafdan xəyanətlər görürsən. Bəlkə sevgilindən, bəlkə işdə, bəlkə dostluğunda, bax gör harda xəyanətlər yaşayırsan. Orada böyük ehtimal görmədiyin şeylər var. Özünə xəyanət edirsən əslində. Və özünə xəyanət etdiyin üçün də həyatında dolayısıyla bunu sənə öyrətməyə çalışan, sənə göstərməyə çalışan insanlar var həyatında. İnsanları çəkirsən. Əslində çəkmirsən, seçirsən. Çünki hər nə qədər də belə deyək də, bir çox şeylər bizim əlimizdə olmasa belə, həyatında olan insanları hardasa seçirsən, şuuraltı və ya şuurlu hissədən fərq etmir ki, bu bir çox hallarda şuuraltıdan olur.